Bismillahirrahmanirrahim. İnanclı insanların bir zaman Allah ayələrinə qarşı çıxması, Allah övliyalarıyla müharibəyə qalxması birdən-birə olan yox, tədrici proseslərdən biridir. Bunun da kökündə dayanan adətən insanın öz bildiklərinə əməl etməməsidir. Öz elminə, öz yəqininə əməl eləməyən insan zaman keçdikcə elmini, yəqinini itirmək təhlükəsi ilə üzləşir. Bir zamanlar yəqin bildiyi şeylər onun üçün şəkkə çevrilir və zaman keçdikcə onların inkarına qalxır. Quran bəzi günahkar ümmətlərin barəsində danışanda buyurur: "Yəkfuruna bi ayatillah." Onlar Allahın ayələrinə qarşı küfr edirdilər və yəqtulunəl ənbiya. Allahın peyğəmbərlərin öldürürdülər. Və səbəbini açıqlayanda buyurur ki, "Zalikə bima asav." Bu ona görə idi ki, onlar günah əhli idilər. Onlar günah eləyirdilər. Və kanu ya'tadun və həddi aşırdılar. Yəni insanın bildiyi şeyə əməl eləməməsi, günahlara yol verməsi onun yavaş-yavaş öz bildiklərini itirməsinə və yavaş-yavaş Allahın ayələrinə qarşı çıxıb onları təksib eləməsinə gətirib çıxardır. Kərbəla faciəsindən ala biləcəyimiz dərslərdən biri də məhz budur. Peyğəmbər ümməti Peyğəmbərin vəfatından az zaman keçəndən sonra Peyğəmbərin ciyər parasına qarşı qalxır, onun qətlinə bais olurlar. Niyə? Çünki vaxtı ilə bildiklərinə əməl etmədikləri, günaha yol verdikləri üçün gəlib belə bir faciə ilə üzləşirlər. Allah bizi öz elminə əməl eləyənlərdən və onun yolunda sabit qədəm olanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.